gün nə oyun oynayaq? Kızlar belki Beşiktaş oyun oynayaq. Yox, oyuna sıxılmışam. Başqa nə oynayaq? Belki cizdan paça oynayaq. Ay yox, oyunu da dünən oynamışıq. Gəl sizə bir oyun deyim, onu oynayaq. Razısınız? Oyunun adı fincandır. Hər fincanın altında bir dənə alma olacaq. O alma gizlədiləcək və tapan o almanı yeyəcək. Yox, əgər tapa bilməyədən tapmaca deyəcək, şeir deyəcək, mahnı söyləyəcək, belə edəcək. Yeni gizlədəcək Fatimə tapmasın. Əgər tapa bilmədim. Fatimə, bizim üçün nə edə bilərsən? Sizin için şeye karşı bilərəm. De görək. Novruz bayramı gəlir, aşıqlar sevilir, hazırlaşır yaxşıca, milli paltar geyinir. Novruzun simvolları xoş gəlib keçədursa, əyləsinlər bizimlə, dövrə vursunlar qoşa. Bizə Firuzə tapsın. Sizədəki qoy tapamazsın. Gəl tap. Koymadım. Tapmadım. Firuz, bizim için nə edə bilərsən? Tapmaca deyərəm. De görək. Bağda uçur səhər-səhər, bizlərə verir yazdan xəbər. Açması. İndi isə mənə tapsın. Gəl tap. Bunu açıyorum, yoksa bunu, yoksa bunu. Yok, bunu açalım. Yoksa bunu verin. Mələk, bizim üçün nə edə bilərsən? Ben sizin için rəqs edə bilərəm. İnşa Aytəkin tapsın. Tapa bilərsən. Ayda, çox qərarsız qaldım. Mən hansını açım görəsən? Bunu, ya da bunu. Bunu açacağım. Tapa bilmədim. Bizim üçün nə edə bilərsən? Mən sizin üçün mahnı söyləyə bilərəm. Bahar gələndə məndə bitərəm göçəməndə. Bahar gələndə məndə bitərəm göçəməndə. Mən baharın qızıyam, qızıyam. Köynəyi qırmızıyam, qırmızı.